Səadət isə əslindədir. Bu həftədə çox qəşəng olacaq. Dünya miqyasında hər il oktyabr ayının 1-ci bazar ertəsi Beynəlxalq Həkimlər Günü kimi qeyd olunur. Azərbaycanda isə Həkimlər Günü ümummilli liderimiz Heydər Əliyevin sərəncamına əsasən 17 iyun tarixində qeyd olunur. Fürsətdən istifadə edib məktəbimizin həkimi Gülçin xanıma qucaq dolusu sevgimizi və təşəkkürümüzü göndəririk. Hər il 4 oktyabr heyvanların müdafiə günüdür. Bu günün məqsədi heyvanları qorumaq, qayğı göstərməkdir. Heyvanlar bizim dostlarımızdır. Onlar da bu dünyanın sakinləridir. Onları qoruyaq və sevək. Heyvanlara da əzizlə, onlar da sizi sevsin. Heyvanlara yaxşılıq et, xoşbəxt ol. Heyvanlar bizim dostumuzdur. Heyvanların səsi yoxdur, amma ürəyi var. Kiçik qayğıdan böyük sevgi yaranar. Heyvanlara mərhəmət göstər, qəhrəman ol. Heyvanlar bizim dostumuzdur. 2020-ci ilin Vətən müharibəsində xalqımız böyük qələbə qazandı. O qəhrəmanlıq günlərində igid əsgərlərimiz doğma torpaqlarımızı düşməndən azad etdilər. Onlardan biri də Suqovuşan qəsəbəsi idi. 3 oktyabr 2020-ci ildə Azərbaycan ordusu Suqovuşanı azad etdi. Bu çox böyük tarixi qələbə idi. Suqovuşan bizim üçün həm gözəl təbiəti, həm də strateji əhəmiyyəti ilə dəyərlidir. Bu torpaqların azad olunması, əsgərlərimizin şücaəti, vətən sevgisi və xalqımızın birliyi sayəsində mümkün oldu. Qarabağ Azərbaycandır. Efirimiz sona çatdı. Sağ olun, sevgi ilə qalın.